Salam bizim kanalın izleyicileri, ovçu dostlarımız, balıqçı dostlarımız. Buradan hamınızı salamlayıram. Bildiğimiz kimi bu yıl biraz zayıf videolarımız oldu. Çünkü yayda düz Mart'tan yaya kimi ve yayın axırına kimi dadısı 1-2 ay çıxmaq şərti ilə karantin dövrü oldu. Sonra dalınca müharibə oldu. Müharibənin dalınca komendant saat oldu. Böyle müharibə gedə-gedə. Sonra isə yenidən başlayıblar dekabr ayından. Arada ov başladı. Bir müddət, bir balaca müddət təzədən ova qadağa qoyuldu. İndi də yenidən karantin dövrüdür. Ona görə bizim o videolarımız, çöl çəkilişlərimiz biraz zəifçilik oldu. Ona görə istəyirəm ki, sizə bir maraqlı video düzəltmişəm. Onu göstərim. Siz də darıxmayasınız. Bu, yəni həyət evlərində zətdə yaşayan adamlar üçün boş bekarsızlıq olanda, yəni belə bir şey düzəldib, inkubator düzəltmişəm. Çox ucuz da başa gəlib. Ondan cücə də çıxartmışıq. İnşallah onları da göstərəcəm. Yumurtalar da qoymuşam. Onlar haqqında istəyirəm qısa bir məlumat verim sizə. İndi kimə maraqlı olarsa baxar, izləyər. Belə bir kutu düzəltmişəm. Dikdir. Qırağında adi plasmas qabı almışam. Burasını kəsmişəm. İçinə termostat qoymuşam. Termostat 38 dərəcəyə qoymuşam. 38 dərəcə. Yuxarısı, aşağısı da 37 dərəcəyə. Yəni təxmini orta hesabla, yəni tez-tez yanıb sönməsin deyə, için reləsi xarab olur deyə. Elə 38 maksimum 1 dərəcə plus minus qoymuşam. Yuxarısı 38 dərəcə sönür. Düz 37-yə düşənə qədər. 37-yə 00-a düşəndə 37 dərəcəyə başlayır işləməyə. Bir də buradan belə uzvari şeydir bu. Bunu 20 manat almışam bu şeyi. Bir 5 manata da bunu almışam. Nəmişliyi ölçəndir bu. Bunun içinin nəmişliyini ölçür. 72% bunun inkubatorun içində nəmişlik var. Buradan da belə toka qoşmuşam. Gətirmişəm bura, kutunun içinə qoymuşam və kutunun içindən də bunun termostatını qoyub içindən deşib keçmişəm bura. Bu da dikdir, adi dikdir. Bir-birinə şuruplamışam buralarından görürsünüz də, şuruplamışam. Sonra bu ara hissələri ki, hansı ki aralı qalırdı, ara hissələrini adi şpaplovka ilə, gips ilə doldurub, ovş üstünü kraskalamışam, qara pıs-pıs kraska ilə. Burada da ruska almışam 2 dənə, bir dənə bu başındandır, bir dənə o başındadır, tutmaq üçün, harasa daşımağa zada görə. Sonra belə şurup bağlamışam, açar əvəzində belə bağlayır, sıxmaq üçün. Qapısı, bir də belə yüngül var şey tutub açmaq üçün. Baş tərəfinə də plasmas şüşədir. Əlimə keçmişdir, onu da kəsdim, bura düzəltdim. İndi içinə baxaq bunun. İçi də ki, belə də. Birinci bunları vurmamışdım, bu divardakıları da. Sonra gördüm ki, məsəl üçün işıq zatı sönür. Bizim generator var da, gedib onu yandırana qədər içi tez soyur. Getdim belə, o turbalanın zadının üstünə bağlayırlar, belə şeydir, termoizolyasiya. Ondan aldım. Sonra biraz dalına kley vurdum, kraska ilə yapışdırdım, gördüm biraz qopur. Arada bir-iki yerdən də belə şuruplamışam, indi qalıb. İçini də elədim, elə hər tərəfini içini ondan yapışdırdım ki, yəni işıq sönsə heç olmasa 1-2 saat zat saxlasın da, 1-2 saat istiliyi içində saxlasın ki, mən gedib o generatoru zadı xotluya bilim. Qıraqlarına da belə uqolnik satırlar. Ucuz şeylərdir bunlar hamısı. Bunu inansam 2 manat almışam, neçə almışam bu izolyasiyanı. Dalınca bu şeyin də uzundur, 4 metrliyini 2 manata 3 manata almışam. Nəsə bu kalçuk uqolnikdir. Aldım, elə şurupladım bunun içinə. Vəssalam, 2 patrondur. 2 patron. Bir dənə də ventilyator. Lampa, 2 lampa qoymuşam ki, indi ola bilər lampanın biri də yanıb sönər, xarab olar, içi soymasın deyə, o birisindən hələlik idarə eləsin, gəlib məmnun görənə qədər, bərpa eləyənə qədər. Sonra belə altına bunlardır, mən bayaq göstərdiyim, bu nəmişliyi ölçür. Bu da
termostat ölçür. Termostatda bunun istiliyini ölçür. Bunlar burada yani bunun içini regulovka eləyirlər. Həmin şeyi də burada göstərirlər ki, nə qədərdir də, nəmişlik nə qədərdir. Gördünüz, bayaq neçə idi? İndi 337 dərəcəyə nəmişlik. Temperatur da düşdü 31 dərəcəyə. Və belə yumurtaları yığıram. Hinduşka yumurtaları da. Əsasən hinduşka yumurtaları qoyuram. İndi arada test üçün brama qoydum. İndi 4 dənə brama qoymuşdum. Ondan 3'ü çıxdı. Onlar da inşallah sizə göstərəcəm. İndi hara qoymuşam, nətər eləmişəm. Bunlar da hinduşka yumurtalardır. Qoyuram, qoyduğum gündən hesablayıram. Üstünə çıxacağı günü yazıram. Ki bunlar ha vaxt çıxacaq. Bu 15'i çıxacaqlar bunlar. Ona görə 15'i yazmışam bunların üstünə. 15'i çıxacaqlar. Bunlar Stavropol hinduşkalardır. Onların yumurtalarıdır. Yığıram içinə. Bir daha balaca bura su qoyuram. Bunun çöllə havalanma yeri yoxdur. Bu inkubator cəhdimin çöllə havalanma yeri yoxdur. Çünki burada bu avtomatik yumurtaları çevirmir. Ben buraya yığmışam 2 saatdan, 3 saatdan, nə bilim yadıma düşəndə 4 saatdan, 5 saatdan bir gəlirəm məsəl üçün. Belə yavaş-yavaş belə də fırlada bilirəm. Belə də fırladıram, bir də görsən fırladıram. Ya da beşarsılıq olanda elə biraz məsəl üçün belə fırlatmaq da olar. Onun heç bir fərqi yoxdur. Yavaş-yavaş belə əlimi qoyuram, bir də görsən üstündən belə fırladıram bunları. Bunları belə fırladıram, yığıram. Çünki havalanma yoxdursa, mən elə hər dəfə bunları açıb elə yerini fırlatdıqca, onsuz da bunlar havalanır. Əslində elə belə yaxşıdır ki, adi heyvanlar da bir də görsən yumurtanın üstündən durur. Gündə bir dəfə, 2 dəfə yemək yeməyə çıxır çölə, su içməyə gedir. Onda biraz yumurtalar havalanır, təmiz hava ilə olur da, qidalanırlar. Haradasa toyuq 21 günə çıxardır. İndi bir gün aşağı yuxarı. Yerli hinduşka 24 gündür, mən bilən. Stavropol, Kanada hinduşkalarda haradasa bir aya çıxardırlar da yumurta. Bu da hinduşka yumurtalardır. Bir aya çıxardırlar. Ona görə çıxmağına bir 3 gün qalmış, 4 gün qalmış buradakı suyun yanına. Bu həmişə burada qalır, balaca sudur. Bir dənə də belə kutu qoyuram. 2 dənə su qoyuram. 2 gün qalmış, 3 gün qalmış fırlatmıram yumurtaları. Yumurtaları fırlatmıram və burada baxıram ki, buradakı nəmişlik 80% olmalıdır da. 70%, 75-80% ki, nəmişlik çoxalsın ki, bunun qabığını düzə içindən qırıb rahat çıxa bilsin. İndi xırda bir balaca sekret açmaq istəyirəm sizin üçün. Yəni bu yumurtaları yığandan sonra bir 10 gün keçsə, 10 gündən sonra baxırsınız içindən ki, hansı əmələ gəlib, hansı əmələ gəlməyibsə, həmin yumurtaları, yəni buradan ləğv verirsiniz. Yəni təyinatı üzrə istifadə edirsiniz, gedir. İndi onu yoxlamaq üçün mən sizə bunu da göstərim. Demək, tokdan çıxardırıq. Tokdan çıxartdıq inkubatorumuzu. Bir dənə belə fanar götürürük. Ya fanar olmasa telefon işığı da olar. Şöyle bir dənə gücləndirə işığını. İşığı söndür. İndi mən sizə göstərim. İşığı söndürdük, bura qaranlıq oldu. Bunu saxla belə. Bir dənə yumurta götürək. Yumurtanı bax belə. İndi qoy bu telefonu da işığını söndürüm. Rahat olsun. Telefonun işığını söndürdüm. Və bu fanarımı götürürəm. Yaxınlaşdırıram yumurtanın baş tərəfinə. Yumurtanın baş tərəfinə yaxınlaşdıranda, qoy görüm görsənir buradan. Yumurtanın içində cücənin olub olmadığını bilirik. İndi görürsünüzsə burada cücə əmələ gəlir. Tərpətməsən, telefon tərpətmə. Bunun içində cücə əmələ gəlir. Görsənər ki, bunun içində cücə var. Başqasını götürün, biraz ağ rəng yumurta götürün. Bu çox xallı yumurtadır. Bax, buna baxaq.
Bunun içində görürsünüz ki, cücə yoxdur. Bu lax yumurtadır. Bunun içində cüzəm elə gəlmir. Bunu qoyuruq qırağa. Bunu ləğv eləyəcəyik, gedəcək. Sonra buna baxarıq. Ama bunun içində görürsünüz ki, cücə var. Telefonu tərpətmə çox. Telefonu tərpətmə. Biraz göstərim. Görün, tərpənir cücə. Bunun içində cücə var. Baba bu tərəfdə görürsünüz, qaraltı tərəfdə cücə var. Sonra işıq düşməsin ekrana. Bunun içində cücə var, qoyaq qırağa. Sonra bir dənəsi də götürək. Bunun da içində cücə var. Görürsünüzsə, bunun içində var, cücə əmələ gəlib. Var, tərpənir də hələ içində. Görürsünüz, cücə tərpənir. Yumurtanın içində cücə tərpənir. 10 gündən, 15 gündən sonra yəni bunları rahatçılıqla bilmək olur, hansının içində cücə var, hansının içində cücə yoxdur. Əgər cücə yoxdursa, həmin yumurtanı saxlamağa ehtiyac yoxdur. Və bunun içində cücə var. Bunu da qoyaq qırağa. Sonra baxaq bu birisilərə də. Amma bunların içində cücə olanda naxadı bilinir. Amma buradan əmələ gəlir. Tərpənir. Belə damarlar olur, belə üstündə damarlar gedir. Yox. İndi hələ ki bu qədər. Göstərdim. Sizə onları da göstərdim. İndi hansının içində cücə olur, hansının içində cücə olmur. Yəni onları da göstərdik, bildik. Necə yoxlanır. Yəni lazım cücə əmələ gəlməyən və yaxud mayasız yumurtaları burada saxlamağın adı yoxdur. Bax belə setkadır, taxtadan düzəltmişəm. Üstünə qoyuram. Əslində bunun altı açılır taxta. Bu suyu bunun içinə qoyuram. Alt hissəsinə. Sonra bunun içində belə bir dənə də setka var. Yəni belə setka düzəltmişəm. Əgər yumurta çox olarsa, həmin setkanı da bu setkanın üstündən qoyuram. Yarıya qədər tutur. Əlavə orada yumurta yığa bilirəm. Hələlik bu qədər. Gedim o birisi cücələri də göstərim sizə, bramaları da. Cücələr çıxıb belə bir korobka götürdüm. Bu ortadan bu hissəni deşik-deşik eləmişəm ki, hava gəlsin. Arxa tərəfi ancaq bağlıdır. Belə də üstünə qapağıdır. Sonra plasmas şüşədən də birini kəsdim, belə içəri tərəfdən yapışdırdım skosla buna. Burada da balaca suyu, otu. Bir də lap arxa tərəfdə orada şokolad kağızın içinin o parıldayan kağızını vurdum. Qabağına da lampa belə bağlamışam, patronunu asmışam ki şey olsun. İstilik versin bunlara. Altına da saman tökmüşəm. Yəni hələ ki test üçün 4 dənə yumurta qoymuşdum. Bramaların yumurtasını. Bunlardan bir nəsə çıxmadı yumurtanın içində. Əmələ gəlmişdi, axıra yaxın nəsə dayandı. Ancaq 3'ü çıxıblar. 2 gündə çıxıblar. Bugün axşam olur. 3-cü günə keçirlər. Şükür Allah, burada qurdalanırlar özləri üçün. Budur bunların. Çıxandan sonra bunun içine koydum. İndi biraz böyüsünlər. Bunlara da biraz yekə yer düzəldəcəm inşallah. Hələ ki yumurtanın sarısı, biraz da kartofun içindən biraz əzirəm, qatıram. Bura bir balaca deyə tökmüşəm bura. Bunlardan tökürəm verirəm. Hələ ki yeyirlər. Bu da pəncərələrdir. Az onda gəlib buradan qapını döyürlər ki, biz azmışıq. Zarafat edirəm.